Mən istəyirəm ki, mən yaşayam indi. Yerdə qalan o balalarımla. Sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi Sərxan Həsənovun anası Samirə Həsənovanın evlə bağlı müraciəti yayılıb. Qafqaz İnfaz xəbər verir ki, Tovuzun Əlibəyli kənd sakini olan şəhid anası müraciətində ona digər uşaqları ilə birgə yaşamağa ev verilməsini istəyib. Oğlum vətən uğrunda il yarım əsgərliyi çəkdi. Sonra da 2 il vətənimə qulluq elədi. 44 günlük müharibədə şəhid oldu. Evin tək oğlu idi. İndi də onun adını daşıyan balaca Sərxanım var. İstəyirəm ki, onu o evin içində böyüdəm. Evlə təmin olunmağımı istəyirəm. Sərxanla və digər övladlarımla birgə həmin evdə yaşamaq istəyirəm. Şəhid anası qeyd edib. Problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə ünvanlanan sorğuya belə cavab verilib. Şəhidimiz Sərxan Habiloğlu Həsənovun anası Samirə Həsənova 22 fevral 2021-ci il tarixində Tovuz rayon İcra Hakimiyyətində mənzil növbəsindən götürülüb. Vətəndaşın mənzil təminatı məsələsinə qanunvericiliyə uyğun olaraq növbəlik qaydasında baxılacaq. Qeyd edək ki, Sərxan Habiloğlu Həsənov 2017-ci ildə hərbi xidmətə çağırılıb. 2019-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətinə davam etdirib. 2020-ci il sentyabrın 27-sində 21 yaşında Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra vətən uğrunda Füzulinin azad olunmasına görə və igidliyə görə medalları ilə təltif edilib. Həsənov subay idi. 2022-ci ildə şəhidin qardaşı dünyaya gəlib və ona Sərxan adı verilir.